Xarici ölkələri gəzərkən ilk olaraq Azərbaycanda məhz nəyi dəyişmək ağlınıza gəlib? Açığını desək, gözəl inkişaf eləyirik. Yəni, bugün belə deyək, istər tariximizə, mədəniyyətimizə verilən qiymət çox yüksəkdir. Hətta mən yaddan çıxartmaram, keçən il Qanq çayı üzrə gəmi ilə getmişdik. Həyat yoldaşımla bir yerdə. Çox balaca bir gəmidir. Elə bilin ki, 19-cu əsrin gəmisini bərpa eləyib. Bərpa eləmişlər, tikiblər həmən üslubda və məhz yalnız belə deyək, səyahətçilər orada gəzir. Eşidəndə ki, Azərbaycandan heç vaxt yadımdan çıxmaz. Orada bir ailə həyat yoldaşı ilə əri Avstraliyadan, 2 dost, yaşlı adamlar İsveçrədən yaxınlaşaraq soruşurdular ki, Azərbaycan haqqında baxırıq və çox eşidirik. Necə gözəl inkişaf edirsiniz və s. Azərbaycana nə zaman gəlmək mövsüm nöqteyi nəzərdən yaxşı olardı və s. Ona görə də çox gözəldir. Amma aydın məsələdir ki, problemsiz də ölkə olmur. Elə mən hesab edirəm ki, ən böyük problemimiz yolda olan tıxaclardır. Dəhşətli bir problemdir. Bir tərəfdən düzdür, pis deyil. Yaşıma baxmayaraq gözəl piyada gəzməyə təzədən qayıtmışıq. Ona da şeydir, amma problemsiz ölkələr olmur. Amma Allah'a çox şükür, alacağım prezidentin canını sağ eləsin. Bəli. Gözəl inkişaf edirik və inkişafdır. Allah cənab prezidentimizin canını sağ eləsin. Təbii ki, bu şəraiti bizlər üçün yaradıb.